Salam, hər vaxtınız xeyir olsun. Yenə biz 3 bacı dolması hazırlayırıq. 3 bacını hazırlamaqdan ötəri biberləri, pomidorları, badımcanları qəşəng-qəşəng yuduq və möhürlədim. Pomidoru möhürləmədim. Biberlə badımcanı möhürlədim və əti çəkirəm. Gördüyünüz kimi qəşəngcə əti çəkdik. İndi aparım qovurduğum soğan qovurulsun. Onun üstünə əlavə eləyim. Ayta çox sağ ol. Ata Allah canını sağ eləsin. Qurbanlıq ətidir. Bu əti sən alıb verdin. Allah sənin canını sağ eləsin. Ayta Allah başımızın üzərindən səni heç bir zaman əksik eləməsin. Var olasan. Canın sağ olsun. Cibin dolu olsun. Ömrün uzun olsun. Əl elə. Ataya deyirəm də, qurbanlıq ətini kim alıb? Kim alıb? Kim? Hə də ata alıb. Mən də onu deyirəm ki, Ayta çox sağ ol da, canın sağ olsun. Mən nə deyirəm? Burada da bu arada uşaqlar gəliblər. Kompüterə baxırlar şəkillərə. Allah zəhləri tapdığımız razı birinizdə. Avtomatik ya, halal deyil sizdə. Atırıblar, mən də aparım əti qəşəngcə. Gördüyünüz kimi çəkdim. Qəşəng-qəşəng. Cəhətlərim buradadır. Kişnişdir, şüddür, reyhandır, soğandır. Soğanı yeməyə almışım. Bu arada maşın da yanıb. Soğanlar biraz qəşəng qoyulsun. Ondan sonra ətə əlavə edəcəm. Solxay qarışdırılır. Qəşəngcə bu formada eləyirik. Qəşəng əti də qovururuq. Düyünü də tökəcəm. Hə, yumru düyü də var. Onu da tökəcəm. Burada elə ətlə bərabər, çəkilmiş ətlə bərabər biraz pişsin. Belə və sonunda da göstərirəm sizə halını. Belə amatovkada pişirəcəyik.